ya yaxın məsafələrə velosipedlə gedirəm. Bununla həm sağlamlığın qarşısına qalıram, həm də atmosferdəki karbon qazının azaldılmasına töhfə verirəm. İstifadə etmədikdə kompüterimi yuxu rejiminə çevirirəm. Bu yolla enerji sərfiyyatını 10 dəfə azalda bilirəm. İstifadəli kağızları təhvil verirəm, çünki 60 kiloqram makulatura ilə bir ağacı xilas edə bilərik, 4 ton makulatura ilə isə 1 hektar meşəni qoruya bilərik. Lampa və pəncərə şüşələrini təmiz saxlayıram. Çünki təmizlənmiş lampa və pəncərə şüşələri 10-15% daha çox işıq saçır. Mən otaqdan çıxanda işığı söndürürəm. Bu yolla ailəmizin büdcəsinə qənaət edirəm. Mən ağac əkirəm. Çünki bir ağac il ərzində 500 kiloqram oksigen verir. 80 kiloqram zərərli maddələri neytrallaşdırır. 100 min kub metr havanı filtrasiya edir. İstifadə olunmayan elektrik cihazlarını elektrik şəbəkəsindən çıxardıram. Çünki şəbəkədə qalan elektrik cihazları il ərzində 100 kW-a yaxın olaraq enerji sərfiyyatına səbəb olur. Biz enerjidən səmərəli istifadəni seçdik, bəs siz? Bizə qoşulun, ətraf mühitin mühafizəsinə siz də töhfə verin.